Salam hörmətli izləyicilər, siz Lektor podkastına baxırsınız. Bugünkü qonağımız həm yerli, həm də beynəlxalq müstəvidə çoxşaxəli uğurlara malik olan bir rəhbər və pedaqoqdur. Onun təhsil yolu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başlayıb və dünyanın bir sıra tanınmış yüksək reytinqli universitetlərində davam eləyib. Beləliklə, bu dəfəki lektorumuz Təbriz Əmmayevdir. Xoş gəlmisiniz Təbriz müəllim. İzləyici auditoriyamız bu dəfə sizi yalnız uğurlu bir rəhbər kimi deyil, həm də peşəkar karyera yolunu bölüşən bir lektor kimi izləyəcək. 2008-ci ildə 685 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil oldunuz. Gənc bir abituriyent olaraq bu sizin üçün nə demək idi? Təşəkkür edirəm. Bəli, 2008-ci il ümumiyyətlə mənim karyeram əgər uğurlu sayacaqsa, karyeramın ilk ili idi. Yəni akademik bir fəaliyyətə başlayırdım, yəni ali təhsil almağa başlayırdım və bu ali təhsil təbii ki, professional bir karyeranın ilk mərhələsi sayılır. Və çalışırdım ki, istədiyim universitetdə təhsil alım və bu həvəslə çalışmamın nəticəsidir ki, sizin də qeyd etdiyiniz kimi 685 bal topladım və bu nəticəyə görə də prezident təqaüdçüsü adına layiq görüldüm. İndi geriyə doğru baxsam, əgər bu 15 illik akademik və professional karyerama baxsam, əgər bunu bir uğurlu bir karyera kimi saysaq, mən düşünürəm ki, əsas birinci nailiyyət olan bu prezident təqaüdçüsü adına layiq görülməyim oldu ki, o təqaüdçüsü adını qorumaq üçün 4 il daha səylə çalışdım, daha həvəslə çalışdım ki, bu da mənə bir anda artıq ixtisasım üzrə ilkin nəzəri bilikləri daha dərindən mənimsəməyə səbəb oldu. Bu status sonradan bu statusu qorumaq üçün daha praktiki biliklər əldə etməyə çalışdım ki, düşünürəm ki, karyeramın bünövrəsini daha sağlam qoydum. Təbii ki, burada Neft və Sənaye Universitetinin rolu danılmazdır. Mən burada təhsil aldım 4 illik dövrdə. Nəyə görə bu ixtisası seçdim? Çünki ölkəmiz neft-qaz sənayesidir və mən də istədim ki, neft-qaz sənayesinin iqtisadiyyatını, ümumiyyətlə bu sahəni ölkəmizdə öyrənim və aparıcı universitetlərdən biri olan, bu sahə üzrə ən önəmli universitet olan o həmin dövrdə Neft Akademiyası adlanırdı. Dövlət Neft Sənaye Universitetində aldım. Prezident təqaüdçüsü olmaq dediyiniz kimi çox böyük məsuliyyətdir. Çünki 4 il ərzində tələbənin yaxşı oxumamaq kimi bir şansı yoxdur. Və siz yüksək bal toplamısınız eyni zamanda. Bunun motivasiya, yəni bunun arxasında duran səbəb nə idi? Çox gənc bir yaşda, 17-18 yaşında sizin nə motivasiya edirdi ki, mən çox yüksək bal toplamalıyam, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxumalıyam? Yəni bunun arxasında duran motivasiyanı mən bilmək istəyirəm. İki motivasiya var idi. İlk motivasiyam valideynlərimi sevindirmək idi. Nə yalan deyim, daha səmimi bir ortam varsa valideynlərimi sevindirmək idi. İkincisi, bəli, bizim mədəniyyətə, bizim dəyərlərimizə xas bir xüsusiyyətdir. İkinci, mənə inanan müəllimlərim var idi, orta məktəb müəllimlərim və eyni zamanda sinif yoldaşlarım, açıq deyim ki, onlar o prosesdə görürdülər və artıq qəbul imtahanlarından öncədən mənim bu statusa layiq olduğumu və bunu qazanacağımı, bu titulu, bu etimadı qazanacağımı deyirdilər ki, bu da əlavə bir məsuliyyət qoyurdu adamın üzərinə və getdikcə, sınaq imtahanları olduqca özümə hazırlamışdım ki, mən yüksək bal toplayacağam və prezident təqaüdçüsü adına layiq görüləcəm. Amma bu ad əslində həm bir mükafatdır, həm də bir etimaddır. Artıq onu qazanandan sonra daha fərqli, daha məsuliyyətli bir təbriz formalaşmağa başladı ki, 4 illik dövrdə nəinki o adı qorumaq, nümunə olmağa çalışdım və bacardığım qədər çalışdım ki, bu statusu qoruyum və bu statusdan bir motivasiya olaraq daha formalaşmış bir gənc olum. Siz başladınız təhsil almağa, 4 il ərzində həqiqətən də bu statusu qoruyub saxlamağa çalışdınız, qiymətləriniz kifayət qədər yaxşı oldu, təqaüdçü kimi qaldınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aldığınız biliklər peşəkar karyera yolunuzda sizə nə kimi töhfələr verdi? Çox sağ olun. Bilirsiniz, mən bütün karyeram demək olar ki, neft-qaz sənayesi ilə bağlıdır. Qısa bir müddətli dövrdə o da bir enerji sektoru ilə bağlı bir sahədə çalışmışam və mən neft-qaz sənayesində, Azərbaycan Dövlət Neft Sənaye Universitetində neft-qaz sənayesi dəyər zəncirinin bütün istiqamətləri üzrə fənlər götürmüşdüm. Yəni geologiya, yalnız iqtisadiyyat istiqamətində deyil, geologiyanı burada öyrəndim, qazma, hidravlika, ali riyaziyyat və s. ki, bu biliklər əslində texniki biliklər mənim öz ixtisasımı daha dərindən mənimsəməyə, bir ixtisasçı olaraq artıq mən qazmanın dərinliklərini, müəyyən dərəcədə nəzəri biliklərini bilirdim, geologiyanı bilirəm və s. ki, bu bir ixtisasçı olaraq bu çox lazımdır, çox vacibdir. Və o dövrdən bir formalaşan kitabla dostluğum yaranıb ki, hələ də bu dostluq davam edir. Düşünürəm, bu görünməz əl nəzəriyyəsi kimi o dövrü mənə aşıladığı kitabla dostluq bugün də mənə fərqli bir istiqamətlərdə
uğurlar əldə etməyə kömək edir. Bu kitabla dostluq məsələsini bir qədər açmağınızı xahiş eləyəcəm sizdən. Çünki tələbələr dərs vaxtı dərslərə fokuslanırlar. Dərslərə gəlirlər, dərsdən kənar vaxtlarını da daha çox imtahanlara hazırlaşmağa sərf eləyirlər. Siz isə kitabla dost olmağın sizi daha böyük nailiyyətlərə apardığını qeyd elədiniz. Bu hansı, yəni kitab seçimi necə olmalıdır? Tələbələr öz maraq dairələrini nəyə əsasən formalaşdırmalıdırlar bir peşəkar kimi? Birincisi başlamayıq ki, biz yəni SWOT analizi deyirik də, bir güclü zəif tərəflərimizi və maraq dairəmizi də müəyyən etdikdən sonra mən özümdə bir kitab oxumaqlı olduğum kitab planı qururam, illik və yaxud da ki, müəyyən bir dövr üçün və hər bir kitabdan aldığım əsas mesajı qeyd edirəm. Yəni bəzən bir kitaba 2 aya yaxın vaxt sərf etsəm də bir dənə mesaj alıram ondan, amma mənim üçün uğurlu sayılır bu 2 ay. Və bir qədər nəzəri yox, nəzərin onsuz da bu işlə bağlı, müəyyən sertifikatlarla bağlı əldə edirik. Bir qədər şəxsi inkişaf, yumşaq bacarıqlar, o istiqamətli kitablar oxumağa daha üstün tuturam. Yumşaq bacarıqlardan danışdınız. Bizim bu yaxınlarda belə bir layihəmiz olacaq. Natiqlik sənəti və tələbələrimizin özünün təqdimat bacarıqları, düzgün danışıq bacarıqlarının inkişafına çalışacağıq və ümumiyyətlə sizin də bu sahədə fikirləriniz maraqlı olardı. Çünki neft-qaz sahəsində və ümumiyyətlə texniki sahədə təhsil alan tələbələrdə bir qədər yumşaq bacarıqlarda bəzən bir axsama ola bilir. Bu sahədə özünü inkişaf etdirmək üçün kitablardan başqa nə kimi fəaliyyətlərə qatılmağı tövsiyə eləyərdiniz? Kommunikasiya bacarığı hər kəsə lazımdır. O Pareto prinsipi var ki, biz 80%-ə fokuslansaq belə 20% var ki, bu yumşaq bacarıqlardır və bu 20% bəzən nəticənin 80% deməkdir tərsinə baxanda. O nüansdan baxanda, artan bir inteqrasiyaya baxanda düşünürəm ki, mühəndislərin kommunikasiya bacarıqlarının inkişafı daha önəmlidir. Çünki artıq karyera inkişaf etdikcə, daha rəhbər vəzifələri çıxdıqca texniki sahədə çalışanlar belə öz fikirlərini birbaşa bildirməlidirlər. Artıq dolayı və aradakı kommunikasiya bariyerlərini götürməlidirlər ki, özlərini daha düzgün ifadə edə bilsinlər. Əslində belə çıxır ki, onda yumşaq bacarıqların çatışmazlığı bütöv işin mükəmməlliyinə kölgə sala bilər və onu mənfi şəkildə təqdim eləməyimizə gətirib çıxara bilər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsilinizi bitirəndən sonra xaricdə təhsilinizi davam elətdirdiniz. Bristol Universitetinə daxil oldunuz magistratura səviyyəsi üzrə. İstəyərdim bir qədər bu təcrübənizdən də danışasınız. Maraqlı bir məqamı deyim ki, mən təhsil üçün İngiltərəyə gedəndə bu mənim ilk dəfə ölkədən çıxışım idi. Ona kimi heç bir ölkəyə getməmişdim. Yəni bu ilk mənim... Neçə yaşınız var idi? Neçə yaşım olmalı idi? 21-22. Yəni mən ilk dəfə idi təyyarə həyəcanında yaşayırdım və 1 illik gedirdim artıq tamamilə fərqli bir ölkəyə, tək, ailədən uzaq və bu böyük bir təcrübə idi. Yəni mən xaricdə təhsil deyəndə yalnız akademik bilikləri yox, eyni zamanda müstəqil həyat, müstəqil qərar vermə, tamam fərqli bir mədəniyyətdə formalaşmaq, bir ildə olsa, fərqli mədəniyyətdən gələn insanlarla kommunikasiya qurmaq, onlarla bir icma formalaşdırmaq, bu kimi məsələləri qeyd etsəm, bir il ərzində çox dəyişdim. Mən istəyərdim bir qədər bu təcrübənin sizi şəxsi inkişafda necə istiqamətləndirdiyindən danışasınız. Bilik baxımından dediyiniz kimi artıq universitetlər və təhsil sahəsində hər bir müəssisə inkişaf eləməkdədir. Nə kimi sizə qazanc gətirdi? Xarici bir ölkədə təhsil almaq, çox gənc yaşda fərqli bir mədəniyyətin parçası olmaq və özünü inkişaf üçün hansı istiqamətlərə yönəldiniz? Xaricdə təhsilin verdiyi ən önəmli bacarıqlardan biri kəmiyyət və keyfiyyət araşdırmaları idi ki, daha dərindən araşdırmağa başladıq və mən özümdə düşünürəm ki, araşdırma bacarıqlarımı həmin dövrdə formalaşdırdım. Artıq qarşıma qoyacağım hər hansı bir hədəfi daha dərindən araşdıraraq qoyurdum. Yəni hədəflə arzunu fərqləndirə bilirdim. Hədəfə gedəcək addımları daha öncədən müəyyən edə bilirdim ki, ona uyğun da düzgün hədəf qoyurdum. Yəni düzgün qoyulmayan hədəf günün sonunda demotivasiya səbəbi ola bilər. Neft Sənaye Universitetində aldığım baza biliklər, bakalavr biliklərin belə deyək, ümumiyyətlə magistr təhsilimin daha uğurlu olduğunu düşünürəm. Əslində həqiqətən də bakalavr səviyyəsində təhsilə yetərincə diqqət ayırmayan bir tələbə məzun növbəti pilləyə addım atsa belə orada artıq uğur qazana bilməz, çətin olar. Ona görə bu dediyiniz məqam çox önəmlidir. Siz həmçinin İspaniyanın IE Business School-unun Executive MBA proqramını da bitirmisiniz bu yaxınlarda. İstəyərdim ki, sizi buna motivasiya edən səbəblərdən də danışasınız. Çünki artıq peşəkar karyera
karyera yoluna qədəm qoyandan sonra hələ də öyrənməyə və biliyə can atan bir şəxs olmaq, mütəxəssis olmaq doğrudan da çox önəmlidir müasir dövrdə. Bəli, 10 il aradan sonra yenidən təhsil almaq qərarına gəldim və müxtəlif proqramları araşdırmağa başladım. iBusiness məktəbində MBA təhsil aldım, Executive MBA təhsil aldım, yəni idarəedici rəhbərlər üçün olan MBA proqramında təhsil aldım. Bu mənə imkan verdi ki, işləyərək bu təhsili davam etdirim. Müəyyən semestrlərdə xaricdə, müxtəlif ölkələrdə, Sinqapurda, Oxford Universitetində, Amerikada müəyyən bizim semestrlərimiz oldu. Bu bizə daha çox praktiki bilikləri professorlarla birlikdə öyrənməyə imkan verdi. Yəni professorların özləri də müxtəlif sahələrdən gəlmişdilər. Keçmiş dövlət təşkilatlarında çalışanlar var idi, müəyyən öz biznesləri olan professorlarımız var idi ki, burada ağırlıq daha praktiki biliklər üzərində idi. İkinci və üçüncü təhsil zamanı adətən belə bir şans olur ki, mütəxəssislər həqiqətən də müəllimlərdən yox, digər həmkarlarından, qrup yoldaşlarından da öyrənsinlər. O baxımdan peşəkar bir mütəxəssis olsanız da yenə də öyrənməkdən qaçmırsınız və davamlı inkişafa çalışırsınız. Bu mənada digər tələbələrə məsləhətləriniz nələr olardı? Daim öz biliklərimizi yeniləməliyik, çünki yeni iqtisadi fenomenlər, yəni yeni bir iqtisadi terminlər, anlayışlar, yeni bir yanaşmalar ortaya çıxır. Misal üçün süni intellekt. Yəni biz bunun haqqında məlumatsız idik 5 il, 10 il qabaq. Amma bu gün artıq günün reallığıdır. Yəni bunu mütləq şəkildə hamımız bilməliyik. Və müxtəlif dövrlər olub, sənaye inqilablar olub və s. Ona görə də bildiyimiz bilik bizim hər zaman bizdə qalmayacaq. Onu yeniləməsək, onu aktuallığa doğru aparmasaq, hər zaman qalmayacaq. Çünki dövr inkişaf edir, texnologiya inkişaf edir və bəzən bizim biliklərimiz də artıq trenddən düşür. Yeri gəlmişkən süni intellektdən danışdınız. Tələbələr üçün çox yaxın olan bir anlayışdır və nə məsləhət görərdiniz ki, təhsil sahəsində olanlar, tədqiqatçılar, tələbələr süni intellektdən faydalansınlar, amma onun belə deyək, neqativ zərərindən uzaq ola bilsinlər. Əslində yaxşı bir məqama toxundunuz. Süni intellekt bizim işimizi asanlaşdırmamalıdır. Süni intellekt bizim işimizi dərinləşdirməlidir, xüsusən də tələbələr üçün. Yəni süni intellektdən istifadə etmək olar. Yəni hamımız istifadə etməliyik. Amma bu bizim işimizi asanlaşdırmaq üçün yox, işimizin nəticəsinin keyfiyyətini artırmaq üçün lazımdır. Artıq müəyyən zaman sərf edib bəzi informasiya çıxmaq üçün zaman sərf edirik. İndi süni intellektlə onu bir dəqiqə içində əldə etmək olur. O deməkdir ki, bizim hələ qalan zamanımızı daha keyfiyyətli istiqamətə getmək olar. Düşünürəm ki, bu rəqabət mühitində süni intellektində əl çatandır hər kəsə, bu və ya digər dərəcədə. Rəqabət mühitində kim bu süni intellektdən daha düzgün istifadə edəcəksə, o rəqabətdə qalib gələcək. Əslində adınızın da nəzdində UFAZ-da data analitikası və süni intellekt ixtisası var. Çünki müasir dövrün tələbidir artıq bu ixtisaslar. Sizin eyni zamanda akademik təcrübəniz və pedaqoji fəaliyyətiniz var, 10 ilə yaxındır. Bir müəllim kimi auditoriyaya daxil olarkən bu sizə nə hiss etdirir, nə qazandırır və müəllim olaraq hər zaman müəllimlərin tələbələrə tövsiyələrini eşidirik. Amma siz tələbələrdən nə öyrənirsiniz? Çalışırdım ki, yəni gənclərin öyrənməsinə bir motivasiya yaradım. Onun üçün bu istiqaməti seçdim ki, düşünürəm ki, günün sonunda bir qrupda 30 nəfər varsa, bir nəfərin uğurlu karyera qurmasına mənim də kiçik bir həssas toxunuşum olacaqsa, deməli mən xoşbəxt insanam. Çünki mənim də karyeramda toxunuş olan insanlar olub, yəni düzgün tövsiyələri ilə və s. Elə buradan irəli gələrək mən də çalışdım ki, bir müddət akademik fəaliyyətlə məşğul olum. Yəni xaricdə təhsil almaq imkanı olmayan gənclərin heç də digərlərindən geri qalmadığını göstərmək üçün çalışdım. Mümkün qədər öyrəndiklərimi öyrətmək demək düzgün çıxmır, tələbələrlə paylaşım və kifayət qədər uğurlu tələbələrim olub, gözəl karyeralar qurublar və s. Müəllimlik fəaliyyəti ilə məşğul olan şəxslər çox vaxt deyirlər ki, bu artıq bir vərdişə çevrilib və auditoriyada tələbələrlə ünsiyyətdə olmayanda bir boşluq hiss edirlər. Çünki dediyiniz kimi tələbələrlə ünsiyyət artıq müəllimi ona sövq eləyir ki, yeni trendləri öyrənsin, daim öz üzərində işləsin, yeniləsin. Bu baxımdan hər zaman fərdi inkişafa səsləyən bir fəaliyyətdir deyə bilərik.
Əslində hər bir fəaliyyətimdə çalışıram ki, cəmiyyətə bir faydam dəysin, amma cəmiyyətə birbaşa fayda, görünən faydanı olan peşələrdən biri müəllimlikdir. Xaricdə təhsil almaq istəyən, məsələn, hazırda bakalavr səviyyəsini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyan tələbələr var ki, gələcək təhsil səviyyələrini xaricdə davam etdirmək istəyirlər. Onlara nə tövsiyə eləyərdiniz? Bu sahədə necə hazırlaşsınlar, hansı məqamlara diqqət eləsinlər, dil biliklərini necə inkişaf etdirsinlər? İlk növbədə buradakı təhsilini keyfiyyətli eləsinlər. Yəni xaricdə oxumaq üçün ilk atacağı addımlar buradakı təhsilinin uğurlu, keyfiyyətli olmasıdır. Bu olmayacağı təqdirdə heç də xaricdəki təhsildən gözlədiklərini ala bilməyəcəklər. İngilis dili mütləqdir. Təbii ki, hal-hazırda ingilis dili ədəbiyyat istənilən bir ixtisası daha dərindən mənimsəmək üçün kifayət edir. Lakin burada da hədəfləri düzgün qoymaq lazımdır. Yəni birdən-birə super ingilis dilim olmalıdır ki, xaricdə təhsil alım. Belə bir qayda yoxdur. Mümkün minimum tələblərə cavab verərək ingilis dilini əldə etdikdən sonra zamanla onsuz da o ingilis dilində artıq ixtisası əldə etdiksə ingilis dilini öz danışığını da inkişaf etdirəcəklər və s. Razıyam sizlə. Doğrudan da tələbələr bəzən düşünürlər ki, IELTS, TOEFL sertifikatlarından müəyyən bir balı alırlarsa, həmin sertifikatı alırlarsa, bu kifayətdir və ingilis dilini gündəlik həyatlarında o qədər də istifadə eləməyə, qarşılaşmağa ehtiyac görmürlər. Amma həqiqətən də təcrübə onu göstərir ki, dil biliklərini inkişaf etdirmək yalnız bir proqrama hazırlaşmaqla olmur. Onlar gündəlik həyatlarında həm oxumalıdırlar, həm bu dildə müəyyən kontentlərə baxmalıdırlar ki, artıq ingilis dilində təhsili və məlumatı anlayacaq səviyyədə bu dilə yiyələnsinlər. Təşəkkür edirəm məlumata görə. 2024-cü ildə yüksəliş müsabiqəsinin qalibi olmusunuz. Bu sizin liderliyə olan baxışlarınızı necə dəyişdirdi? Yüksəliş müsabiqəsi olduqca möhtəşəm bir müsabiqədir ki, biz burada özümüzü digər gənclərlə müqayisə edirik. Bir sağlam bir mühitdə öz liderlik, akademik, praktiki biliklərimizi sınaqdan keçiririk və s. və nə xoş mənə ki, qaliblərdən biri də mən oldum. Əslində yüksəliş liderlik baxışını dəyişməkdən daha çox bizləri yeni bir müstəviyə apardı. Yəni bir icmanın bir hissəsiyik. Yəni yüksəliş qalibiləri 120-yə yaxın yüksəliş qalibi var hal-hazırda. Hər birimizin bir fərqli baxış bucağımız olsa da bizi birləşdirən bir dəyərlər var, bir prinsiplər var ki, dövlətçiliyə sadiqlik, vətənin inkişafı, cəmiyyətin inkişafı və s. Eyni zamanda özümüzü daimi inkişaf etdirmək. Yəni yüksəliş qalibi olmaq yenə də bir uğur göstərisinə əlavə olaraq bir etimaddır. Yəni biz bunu qorumaq üçün məsuliyyətdir təbii ki. Biz bunu qorumaq üçün daimi öz üzərimizdə inkişaf etməliyik ki, bu status olsun. Və bu həqiqətən də nümunə ola bilək. Yəni günün sonunda belə bir ağır müsabiqənin qalibiyiksə bu adı düzgün şəkildə qoruya bilək. Eyni zamanda artıq bu müsabiqənin nəticəsində biz müxtəlif rəhbər şəxslərlə görüşlərdən onların baxış bucaqlarını öyrənərək özümüzə öz üzərimizdə müəyyən tətbiqlərini nəzərdən keçiririk. Liderlik əslində imtiyazdan daha çox böyük bir məsuliyyətdir, mənəvi yükdür biz deyə bilərik də. Bəs sizin karyera yolunuzda sizə ən çox istiqamət verən şəxsi prinsipləriniz, peşəkar yanaşmalarınız nələr olub ki, onları digər gənclər də özlərini nümunə götürə bilsin? 3 əsas dəyər üzərində çalışıram, hər zaman o dəyərlərə sadiq olum və yaxud da prinsiplər deyə bilərik. Birincisi, onlar ingiliscə deyim bu hissəsini, dedication, həsr etmə. Yəni bir hədəfim varsa, buna doğru mən özümü həsr etməliyəm. Yəni mümkün olan qədər resurs sərf eləməliyəm. İstər zaman baxımından, istər enerji baxımından. İkincisi, empatiyadır. Yəni bu nədir? Yəni qarşımdakı insanı başa düşməliyəm və onun hisslərini başa düşərək davranmalıyam. Yəni empatiya, hər hansı bir rolla empatiya qurmalıyam, o rolda özümü sınaqdan keçirməliyəm və s. Sonuncusu integrity deyirlər, bütövlük də tərcümə oluna bilər. Yəni mənim düz iş görməyim üçün kimsə mənə kontrol etməsinə ehtiyac yoxdur. Yəni heç kəs baxmayanda da düzgün işləri görmək. Yəni sırf kontrol olacaq deyə düzgün iş görüm yox. Yəni işi düzgün görmək lazımsa düzgün görmək lazımdır. Bütün bu dəyərlərdən danışdıq. Mənə maraqlıdır, 17-18 yaşında 685 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olan gənc bir tələbədən artıq peşəkar və bir çox uğurları olan mütəxəssisə çevrilmisiniz və bu dövr ərzində qazandığınız təcrübələrə və biliklərə əsasən gələcək yolunuzu necə görürsünüz? Daha çox hansı istiqamətdə və hədəflər nələrdir, peşəkar hədəflər? Əslində hədəflər yəni özümdə daxilində aydındır mənim üçün, amma heç vaxt bunu belə ifadə etməmişəm.
Amma ümumi desəm, bayaq qeyd etdiyim kimi, harda çalışmağımdan asılı olmayaraq olduğum cəmiyyətə maksimum dərəcədə fayda verməkdir mənim hədəfim belə. Yəni, bu fərqli istiqamətlərdə ola bilər və daha çox fayda verməyim üçün daha fərqli istiqamətlərdə, daha fərqli vəzifələrdə çalışa bilərəm. Amma günün sonunda bunun təsir əsaslı qiymətləndirsək, mənim üçün olduğum cəmiyyətə fayda vermək və məndən daha gənc nəslin inkişafında az da olsa bir həssas toxunuşlarımın olması. Təşəkkürlər. Son olaraq istəyərdim ki, bizə baxan, izləyən gənclərə, tələbələrimizə, tələbə olmaq istəyən abituriyentlərə bu dəfəki lektorumuz kimi peşəkar karyeralarında və təhsillərində uğur qazanmaq üçün nə məsləhət görərdiniz? Məsləhət deməzdim, bəlkə də özümün atmadığı bəzi addımlardan, yəni özümün qazandığım dərslərdən, təcrübədən deyim ki, İlk növbədə vizyonları aydın olsun, yəni hədəfləri düzgün aydın olsun əvvəlcədən və məsuliyyət. Yəni hədəfi müəyyən etmək işin yarısı olsa da, digər yarısı ona doğru irəliləməkdir. Bunun üçün də bəzən hansısa bir fəaliyyətdən imtina etməlidirlər, bəzən zamanlarını tamamilə fərqli bölməlidirlər, amma hər gün və yaxud da ki, hər gün deyək belə və yaxud da ki, hər hansı bir zaman kəsiyində geriyə doğru baxanda hədəfə daha yaxınlaşdığını və yaxud da gələcəyə doğru baxanda hədəfə daha yaxınlaşdığını ən az öz daxillərində hiss etmələridir. Yəni, bu iki faktoru, vizyon və hədəfə doğru irəliləməyi tövsiyə edərdim. Bu da dediyim kimi özümün qazandığı təcrübədəndir, əsla məsləhət deyil. Təbriz müəllim, bugünkü maraqlı söhbətə görə sizə təşəkkür edirik və bu bir daha onu göstərdi ki, uğur yalnız şəxsi nailiyyətlər toplusu deyil, böyük miqyasda düşünə bilmək bacarığıdır. Müasir lider üçün yumşaq bacarıqlar, açıq fikirlilik və daha geniş miqyasda düşünə bilmək bacarıqları doğrudan da çox önəmli keyfiyyətlərdir. Çox sağ olun dəvətə görə, təşəkkür edirəm. Əziz izləyicilər, bugünkü buraxılışımızda biz bir daha öyrəndik ki, təhsil sadəcə başlanğıcdır. Əsas dərs isə bundan sonra həyatın hər bir mərhələsində özünü yenidən formalaşdıra bilməkdir və əsas uğurlu şəxs o şəxsdir ki, təkcə özünün deyil, digərlərinin də yoluna işıq sala bilsin. Bizlə olduğunuz üçün təşəkkür edirəm. Lektor yeni hekayələrlə davam eləyəcək. Görüşənədək.